Özellikle mən bir addım geridə duruyorum ki, hər kəsin atdığı addımı görə bilim. Əslində maraqlı söhbət, qəşəng səs qoymuşam, amma burada bir dərin bir məna var. Mən burada demək istəyirəm ki, o videoda çevik öndə ola bilər, çevik görsənə bilər, amma bir addım dalda kral dayanıbdır. Əslində mən canlıdayım, çevik orada video kliplər çəkildi, mən ona görə çox yuxarı qalxmıram. Aşağıdan izləyirəm, moderatorları idarə edirəm, canlını bəyəndirməsini 1 milyona çatırıram. Bir növ dirijorluq edirəm. Sən elə bilirsən ki, canlı 1 milyon kaya, 2 milyon kaya bəyənini kim yığdırır? Çeviyin başı üçündə o. Karta pul atırıq, canını qaldırmaq üçün. Sən çox şey bilmirsiniz, səhnə arxasında nələr baş verir. Başına dönüm, hər şey idarə eləyən mənim. Altdan dayanmışam, sakitsə 4 saat, 5 saat canını idarə edirəm. Çünki lazım olanda qalxıram, sözümü iynəsini vururam, düşürəm aşağı, altda bunları qamçılayıram ki, davay, barmağınızı işə salın. Sən elə bilsən, boşu-boşuna gəlib bu səviyyə çatıb canlı. Sən görmürsən, çevik 5-6 ay bundan qabaq olan danışığı hara, indiki hara, o studiyanı yaradan kimdir, sən elə bilirsən. Onun ideyasını hamısını mən vermişəm. O studiyanın, o musiqini. Çevim səncə başı üçün o qədər şey eləmək. Çevik canlı açanda balaca bir telefonda canlı açırdı, 20 nəfər adam var idi, o da üzü də görsənmirdi. Bunları səfərbərlik eləmişəm də, istəyən pul atır. WhatsApp qrupumuz var, gelirlər orada adama 1 manat, 2 manat, bir 10 dollar yığışır, 10 dollar reklama qoyuruq. Çevik icebergin 3 tərəfidir. Mən icebergin köküyəm. Əlimi çəkim, bu canlı məhv olub gedəcək. Oradan Ruslanı mən gətirdim canlıya. Sən elə bilsən öz başınadır hər şey. Mənim də arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Mənim də arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. İslam dini Azərbaycan Respublikasının dinidir. Azərbaycanda yaşayan əhalinin əksəriyyəti İslam dininə mənsubdur. O qədər şeylər eləyirəm, o qədər heç kim onu bilmir. Yenə də öz güvəni yoxdur. O gün Bakıya gələndə mən gəlməyənə kimi restorana girmir də. Onu göndərmişəm xanimana, ta ki mən oradan o talışı göndərdim, ondan sonra rahat oldu, girdi restorana. Adam deyir ki, sən gələsən, deyirəm, mən gəlirəm də. 10 dəfə məni yığıb, deyirəm, mən gəlirəm də. Nə olub, daxı da talışı yığdım ki, sən ged ora, o biraz özünə gəlsin. Əslində yadında qalıb, sadəcə olaraq sən danışmırsan axı, insan danışanda daha da beynində çox şey qalır. Oxuyuruq, ona dediyim, onu Şəhlə xanım çox hazırladı. Yəni, onu qaqan hazırlaşdırıb, başına dönüm. O anın beyni qanmırdı. O Şəhlə xanım nömrəsini verdim, o nə qədər ondan danışdı, ona başa saldı. Ruslandan fizikanı öyrəndi. Yəni, səncə elə belə gəlmədi o səviyyə.